Deməli, Nigar Fərhad adında bir aparıcı var, bəlkə tanıyırsınız, bəlkə yox. Efirdə belə bir fikir səsləndirdi ki, bəs mən öz oğluma atasız qadın almaram, atasız qız almaram. Bu fikrə necə yanaşırsınız? Heç yaxşı yanaşmır, pis yanaşır. Şəhid övladları var, yaxşı bana nə deyəcək? İfadənin işlərində fikirləşmək lazımdır, düşünmək lazımdır. Mən alaram da, onu da Allah yaradan bir bəndədir. Niyə almayım? Ata da, ana da bizim üçün çox vacibdir. Deyir, anasına bax, qızını al. Anasına bax, qızına qiymət verirlər. Atasına bax, oğluna. Oğluna qiymət verirlər, bəli. Bu günah onu ora çıxardandadır, o ixtiyarı ona verəndir. Azərbaycanın bu boyda müharibələri olub. Minlərlə qız olacaq ki, onun atası olmayacaq. Mən özüm də atasız böyümüşəm. Heç o verilişdə çox səhvlər var, tək bu deyil. Nə özün danışığın bilir, nə aparmağın bilir, təhqir. Bu mövzuda mənə elə gəlir ki, onun itok vurdu, özün dedi. Xanım ailə həyat qurursa, onun atasına bir yerdə almır. Yəni hər iki halda xanım ailə qurur, məncə bunun heç bir fərqi yoxdur. Uşağın heç bir təqsiri yoxdur ki, anası nə edib orada? Niyə atasına atıb? Uşaq daha qiriyyətli olur, daha onun yolu açıq olur. Потому что o görür, atasının da yükünü götürür üstünə. Gələcəkdə həmən anaya çox gözəl də baxır. Elə yoldaşına da, uşaqlarına da qəşəng baxacaq. Elə televiziya ilə maraqlanmasınlar, insanlar daha maarifləndirici şeylərlə məşğul olsunlar. Bu fikirlə, hə, ən birinci salam verdim. Naşıqı bağlamamışsınız ona görə. Gözləyin onda, mən eşidim salamınızı alıb. Buyurun, salam. Cavab vermədiniz Salam, axı. aleykum salam. Deməli, bir aparıcı var, Nigar Fərhad. Deyir ki, mən öz oğluma atası olmayan qız almaram. Hə, bilirəm. Bu fikirlə bağlı nə deyə bilərsiniz? Yəni, heç nə. 25 dəqiqədə mənizdən gözlə salam verin, alsa salam. Ata ölüb, neynəsin? Uşağın nə günahı var ki? O atası rəhmətə gedibsə, qızı niyə almayasan ki? Əsas namuslu, qiriyyətli qız alasan. Bəlkə isə onun oğlu gedəcək atalı, analı qız alacaq, nə bilim, atalı, analı qız almayacaq. Atası, anasının, evladlarının yerinə anaların, valideynlərin danışması nə qədər doğrudur şimdi? Bizdə insanları yıxılan adamların üstünə hücum çəkib balta çalmaq adi bir hal alır da, belə deyək də bugün. Bəlkə doğrudan o deməyib, kontekstdən çıxarılmış fikir. Hə, deyibsə, yenə də deyirəm, yenə də bu onun subyektiv fikirdir. Bəlkə də belə istəyir. Biz ona mütləq, cəmiyyət olaraq atalı və ya atasız qızın alınıb alınmamağı bugün mövzu predmeti deyil əslində.